Azərbaycanda var gündən yaşın olur 30-35, özündə subay olasan. Qonum qonşu adamın ömrün çürüdə. Gəlib soruşacaqlar. Nə vaxt evlənsən, nə vaxt tərpənsən? Gündə bir 10-15 nəfər eyni sualı verəcək. Gəl indi cavab ver. Mənim də başıma gəlib. 29 yaşım var idi, hələ evlənməmişdim. Eyni adam həm dünən soruşub, həm də bugün gəlib soruşur. Elə bir bazardan nəsə almaq yadından çıxıb, hər dəqiqə yaddan salırlar. Bunların fikrincə sən dünəndən bugünə bir qız tapıb evlənməliydin. Tapanmamısansa demək ki, diviziyonun yoxdur. Elə bir mən xüsusi təyinatlı qız tapanam. Hələ bir uzaq qonşu var idi, oğlanla 20-22 yaşında evləndirmişdi. Biləndə ki, mən subayam, mən elə baxdı ki, elə bir ki, dünyanın ən bədbəxt adamıyam. Dəqiqədə sual verdilər, bezdim, cırdım aradan. Bunların aləmində əgər evlənmisənsə, demək ki, həyatda ən böyük uğurlar qazanmışsan. Hələ nəysə, oğlan başa düşdü. Vay o gündən evdə 2 dənə 30 yaşlı qızın ola. Yoldan keçən soruşacaq. Qız, bunları nəyə saxlamısan, niyə vermirsən geçsin? Maldır, aparıb bazarda alım yanında satasan. Gələk bir istəyən olsun, bir bəyansınlar bir-birləri. Söz tapanmırsansa danışmağa. Salam ver, çıx get. Nəməz budur, cici suallar verməyə. Güya bu canı yananlıq verir, amma da fikirləşmir ki, cəmaatın ürəyini sıxırsan. Sənin kimi 100 dənə həllə sual verən var. Belə şeyləri eşitmişəm deyirəm, yəni özümdən çıxartmıram. Öz aramızda bazı analar da var, elə deyir, oğlum tez bazar kimlə gəldi evlansın, əsas mən nəvə görüm. Burada belə özüm fikirləşir, öz xoşbaxtlığım fikirləşir. İnsanların əsas missiyası bu həyatda xoşbəxt yaşamaqdır, yəni evlənmək xatirinə evlənmək deyil. Onsuz da biz doğuşdan ölüm cəzası kəsilmiş məhkumlarıq. Sadəcə həriyə bir vaxt verirlər ki, özü üçün biraz yaşasın. Odur ki, gecə olsun, əsas odur ki, həm ayaqda dura bilərsən, həm də istədiyin həyatı qurasan. İstədiyin qız olsun, imkan olsun, hamı istəyir ki, 20 yaşında evlənsin. Amma hərədə bir cür olmur. İndi belə durmuşuq məhəllədə bir nəfər var, deyir filan kəs mənlə yaşıddır, amma oğlu hələ 1-ci sinifə gedir. Mənim oğlum uca gəlib əsgərliyə gəlib. Mən də belə qıraqdan durmuşam, gülürəm. Yəni bu adam hər gün səhər tezdən durur, bütün gün iş, güc, mal, heyvan, təsərrüfat. Oğlu da gözünü açandan hər gün ot daşı, kəpək daşı, peyin daşı. Bu gecə evlənəndə işin qurub, bütün gün alacibində boş bekar fırlanır. Bundan da 5 dəfə çox qazanır. Fikirləşib ki, gec olsun, amma uşağıma dayaq olum. Bu birisi də fikirləşib ki, tez evlənir, uşaq tez böyüsün, alımdan tutsun. Yəni, hər an bir cür baxış tarzı var bu həyata. Məncə, birinci variant daha düzdür. Çünki valideyn uşağa dayaq olmalıdır ki, uşaq da öz uşağına. Valideyn uşağa dayaq olanda 20 ili salır qabağa. Yoxsa uşaq gözünü açan kimi məişət problemləri bunu gözləyir. Bunlar həll eləyən kimi 20 il gəlir keçir və bu bacardığı, sevdiyi işin dalınca gedəmir. Belə.